Son illər Azərbaycanda, xüsusən də paytaxt Bakıda elektrik skuterlər və velosipedlər çox populyarlaşıb. Bu cür nəqliyyat vasitələri rahat olsa da, təəssüf ki, yeni təhlükələr də yaradır. Skuter və velosiped istifadəçiləri bəzən qaydaları pozaraq piyada səkilərinə çıxır, sürət həddini aşır və xüsusi dəbilqələrdən istifadə etmirlər. Bütün bunlar qəza riskini artırır və həm özləri, həm də ətrafdakılar üçün təhlükə yaradır. Maraqlıdır, bəs insanlar bununla bağlı nə düşünür? İki təkərli nəqliyyat vasitələrinin, elektroskuter və velosipedlərin şəhər tıxacında manevr qabiliyyəti sayəsində yollarda populyarlığı artır. Lakin bu nəqliyyat vasitələrinin sürücüləri tez-tez piyada zonalarında və keçidlərdə təhlükəsizlik qaydalarına əməl etmirlər. Xüsusi narahatlıq doğuran hal isə odur ki, bu cür pozuntular həm sürücülərin özünün, həm də digər hərəkət iştirakçılarının ağır xəsarətlər almasına və hətta ölümünə səbəb olur. Kütləvi informasiya vasitələrində bu cür qayda pozuntuları haqqında məlumatların artması ilə əlaqədar biz şəhər sakinlərindən iki təkərli nəqliyyat vasitələrindən istifadə edib etmədiklərini, eyni zamanda onların sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə qarşılaşıb-qarşılaşmadıqlarını soruşduq. Elektron skuter və velosipedlərdən istifadə edirsiniz? Arada bir edirəm, bəli. Son zamanlar onların iştirakı ilə yol nəqliyyat hadisələri çoxalıb. Sizcə bunun səbəbi nədən ibarətdir? Səbəb ondan ibarətdir ki, skuterlər belə deyək də hər kəs üçün əl çatandır deyə ona görə bu problemlər olur, mənə elə gəlir. Yəni az yaşlı uşaqlar da sürür, yetkin yaşına çatmayan uşaqlar da sürür, proqram da yükləyirlər, qeydiyyatdan keçib istifadə edirlər. Bunun qarşısını belə almaq olar ki, qeydiyyatdan keçəndə orada bəzi tələblər olsun. Ya şəxsiyyət vəsiqəsi, məsələn, belə deyək də, identifikasiyada olmalıdır ki, məsələn, proqram sahibi də görsün ki, məsələn, bu adam yetkinlik yaşına çatmayıb, ona verməsin, onun proqramı aktiv olmasın. O yəqin ki, başqasının adından istifadə edə bilməyəcək, sürməyəcək. Qayda pozuntusu dedikdə əsasən biz bunu iki yerə bölə bilərik. Bu aiddir ümumilikdə yolların infrastrukturuna və yollarda qarşılaşdığım maneələrə. Əvvəla başlayaq daha çox rastlaşdığımız yollarda nə ilə qarşılaşıram. Mən özüm də məsələn skuter istifadə etmədiyim müddətdə səhvliklə və skuter zolaqları hələ də yeni olduğuna görə mən özüm daxil olmaqla digər sərnişinlərin, daha doğrusu piyadaların hələ də skuter yollarından piyada gəzinti üçün istifadə edildiyini müşahidə edirəm. Bu əsas maneədir. Digər bir maneə isə bəzi küçələrdə, bəzi zolaqlarda piyada səkiləri ilə skuter zolaqlarının arasındakı səviyyə fərqi sürüşə bəzi maneələr yaradır. Əsas bu iki problemlə qarşılaşıram. Mən açığı çalışıram ki, skuter zolağının və velosiped zolağının olmadığı küçələrdə skuterdən istifadəni minimuma endirim. Amma xüsusilə tövsiyə edərdim, yəni mən bunu tövsiyə edərdim açığı, çünki nisbətən təhlükəli hesab edirəm hazırki vəziyyətdə. Əgər elə bir, necə deyərlər, şərait yoxdursa, mən özüm çalışıram ki, həmin yollarda istifadə etməyim skuterdən açığı, çünki riskli hesab edirəm. Yollarda velosiped zolaqları azdır və yollar da dar və qısa olduğuna görə velosipedlər trotuarlardan istifadə edirlər və biraz da diqqətsiz istifadə elədiklərinə görə məncə qəzalar baş verir. Məncə orada yaş məhdudiyyəti qoyulmalıdır, yəni 18 yaşa qədər ən azı 18 yaşdan sonra istifadə eləməlidirlər. Yəni 18 yaşa qədər 13-14 yaşlı uşaqların bunu istifadə eləməsi məncə düzgün deyil. Nəzarət yoxdur, sadəcə bu. Yəni istənilən insan bacarmayan ondan istifadə edir. Yol hərəkəti qaydalarını bilən, bilməyən istifadə edir və bunun da nəticəsi gözləniləndir. Yaş həddi qoyulmalıdır ki, o yaş həddidən üst olan insanlar ondan istifadə edə bilsin. Ona görə ki, çoxlu yeniyetmələr də istifadə edir və bu da hadisələrə gətirib çıxarır. İdarə edənlərdən daha çox velosiped yolunu kəsənlər problem yaradır. Yaxşı olar ki, insanlar velosiped yolu ilə yox, piyada yolu ilə istifadə eləsinlər. Mən qaydadan çıxan görməmişəm hələ ki. İstifadə edənlərin nadir hallarda görürəm, amma daha çox piyadalar. Onların, məsələn, velosiped yoluna girirlər piyadalar. Məsələn, bulvarda ən çox gördüyüm oradır. Piyadalar oradan keçirlər. Protivdən gedirdilər, velosiped yolu ilə getmirdilər. Çox böyük sürətlə gedirdilər. Mənim də tanışım var, elə böyük sürətlə getdi, ayağını sındırdı. Qaydaları pozmamaq. Sonra ki, elə şeylər olmasın, normal sürətlə getmək, велосипед yolları ilə getmək və все. Вы используете электронные скутеры или велосипеды? Нет, но когда бывают с друзьями, использую. И как? По городу вам? По городу
по городу не часто, потому что это опасно, и я в основном использую в тех местах, где это разрешено. А вот в последнее время очень часто происходят аварии с участием скутеров, велосипедов. Мне кажется, это потому что люди не соблюдают правила и не водят там, где нужно. Из-за этого все приводит к таким обстоятельствам. Это неправильно, и все не должны нарушать законы. Я пользуюсь велосипедами, но только у бульвара, там, где есть эти дорожки. Так на проезжей части я не пользуюсь, а скутерами вовсе не пользуюсь, нет. Очень часто это происходит каждый день в течение дня, несколько раз я могу с этим столкнуться. К сожалению, у нас не все на машинах ездят по правилам, я уже промолчу про скутеры и велосипеды, конечно. Не обращают внимания на то, что где дорожка для людей, где дорожка для них. Дело в том, что это не только у них, но и у людей. То есть я и на бульваре сталкивалась с тем, что люди идут по проезжей части, где должны ездить скутеры и велосипеды. То есть это не только касается людей, которые их водят, но и тех, кто занимают их места в проезжей части. Несколько раз было такое, что у меня вся жизнь перед глазами пролетала вместе со скутером передо мной, но так вроде сказать, чтобы мне какой-то урон был причинен, нет, у меня такого не было, но были опасные моменты, скажем так. Если бы я бы сделала там лишний шаг или если немножко вправо, то, скорее всего, было бы столкновение. Я вижу причину в том, скорее всего, то, что они чувствуют где-то свою безнаказанность. Если бы они знали, что есть штрафы, что за этим следят, что есть полицейские, которые будут следить за тем, как они передвигаются на скутере или на велосипеде, то мне кажется, что таких случаев было бы намного меньше, так же, как и с проезжей части автобусной. Они знают, что они получат штраф, они по ней не ездят. Yol hərəkəti qaydaları ilə bağlı narazılığını bildirən vətəndaşların fikirlərini nəzərə alaraq, məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Doğrul Nəsirliyə müraciət etdik. Mövcud qanunvericiliyin tələblərinə əsasən kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər avtomagistral hesab edilməyən ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər zolaqlarla, eləcə də velosiped yolu olduğu halda onun yanındakı yolla hərəkət etməməli, yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanmasının tələblərinə və svetoforun və ya nizamlayıcının işarələrinə riayət etməlidir. Əks halda bu tip nəqliyyat vasitələrinin sürücüləri ilə bağlı Azərbaycan Respublikasının İnzibat Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə nəzərdə tutulub. Kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərindən qaydalara ciddi şəkildə riayət etmələrini, eyni zamanda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altına atmamalarını xahiş edirik. Sorğu keçirilmiş bir çox şəhər sakini yollarda velosiped zolaqlarının qeyri-kafi olmasının narazılığını bildirdiyi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Orucova müraciət etdik. AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən layihə çərçivəsində davamlı mikromobillik zolağı təşkil edilir. Mikromobillik zolaqları qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla layihələndirilir. Mikromobillik zolaqlarının təşkili AYNA tərəfindən hazırlanan konseptual plan əsasında həyata keçirilir. Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Lakin mikromobillik zolağı bitərsə və yaxud istifadəçinin hərəkət etdiyi istiqamətdə velosiped yolu yoxdursa, bu zaman velosiped və ya skuter istifadəçisi həmin yoldakı nişanların və işıqforun tələblərinə riayət etməklə yolun sağ hissəsi ilə hərəkətini davam etdirə bilər. Qanunvericilik buna imkan verir. Hazırda kəsintisiz zolağın yaradılması istiqamətində işlər metronun Elmlər Akademiyası stansiyası ətrafında və əlaqəli küçə prospektlərdə aparılır. Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən və Məmməd Rahim, Bəxtiyar Vahabzadə küçələri, eləcə də Mətbuat prospekti ilə əlaqələndirilən mikromobillik şəbəkəsi Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən Əbdürrəhim bəy Haqverdiyev küçəsinə qədər uzadılıb. Hazırda 40 kilometr yaxın mikromobillik zolağı təşkil edilib. Görülən işlər çərçivəsində müvafiq nişanlama işləri aparılır, təhlükəsizlik məqsədi ilə yol nişanları quraşdırılır, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunur. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılır. İstifadəçilərin təhlükəsizliyini artırmaq məqsədi ilə işıqforlarda velosiped bölmələri yaradılır. Statistikaya əsasən bu tip zolaqlar salındıqca mikromobillik vasitələrinə olan maraq da artır. İnsanlar bu zolaqlarda özlərini daha təhlükəsiz hiss edir və mənzil başına zamanında çata biləcəkləri üçün bu tip nəqliyyat vasitələrindən daha çox istifadə etməyə üstünlük verirlər. Belə ki, artıq Bakı şəhərində mikromobillik vasitələrinə olan aylıq sifariş sayı yarım milyona yaxınlaşır. İl yarım müddət üçün bu kifayət qədər yüksək rəqəmdir.
Bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir və nəzərə alsaq ki, şəxsi velosiped və skuterlərdən istifadə edənlər də var, demək ki, rəqəmlər daha yüksəkdir. Öz növbəmizdə ümid edirik ki, dövlət qurumları və vətəndaşların birgə səyləri bütün hərəkət iştirakçıları üçün daha təhlükəsiz və rahat mühitin yaranmasına gətirib çıxaracaq. İnfrastruktur daha düşünülmüş, iki təkərli nəqliyyat vasitələrini idarə edənlər isə daha məsuliyyətli olduqda Bakı küçələri hər kəs üçün daha da rahat olacaq.